Güclü qar səbəbindən Cəlilabad yardımlı avtomobil yolu keçilməz hala gəlib. Yolun dağlıq hissələri isə tamamilə bağlanıb. Məhəmmədcanlı kəndindən çıxmışıq, Kəkilək arasından keçirik Cəlilabada tərəf. Elə bir çətinliklə, nivi ilə gediyor. Balaca maşınlar işləyə bilməz. O neçə maşınlar dayanıb yollarda. Közbağ kəndinə getmək istəyirdim. Şabanlı kəndindən çıxa bilmədim. Güclü qar rayonun elektrik təsərrüfatına da ziyan vurub. Bütün elektrik xətlərimiz hamısı qar ucbatından tökülüb yerə. Ucqar rayonların ərazisində 80 sm, hətta 1 metrə çatıb qarın hündürlüyü. Aşağı ətraflarda isə 50 sm-dir. İlerikdə yolların qardan təmizlənməsi istiqamətində işlər görülür. Astarada kəndlər arası və kənddaxili elektrik xətlərinin bəzi hissələri qırılıb. Nəticədə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Kəndlərdə qarın qalınlığı 1 metr ötüb. Naxçıvanda da qeyri-sabit hava şəraiti davam edir. Muxtar Respublikanın ucqar dağ kəndləri ağ örpəyə bürünüb. Qubada yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib. Şəkidə də qarlı hava şəraiti hökm sürür. Gün ərzində yollarda hər hansı çətinlik yaşanmayıb, ancaq gecə saatlarında yolların buz bağlama ehtimalı var. Axşam saatlarından yağmağa başlayan qar artıq səhər saatlarında Şəki şəhərinin özündə 7 sm, dağ ətəyi hissələrdə isə 15 sm-ə çatıb. Qazağın Abbasbəyli kəndində güclü qar nəticəsində yaşayış evinin həyətində yerləşən çardaq uçub. 2 minik avtomobili çardağın altında qalıb. Xankəndidə də hava yağıntılıdır. Burada qarın qalınlığı 20 sm çatır. Respublika ərazisində qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi, yolların buz bağlayacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında qarlı havanın davam edəcəyi gözlənilir. Bəs kəskin hava şəraiti ilə bağlı paytaxtda hazırlıqlar nə yerdədir? Hava şəraiti ilə əlaqədar yollarda buzlaşmanın qarşısını almaq məqsədi ilə duz, qum qarışığı və xüsusi texnikalarda tam hazır vəziyyətə gətirilib. Bütün tədbirlərə rəğmən yollarda riskli halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək. Sürət həddi çox olsa, əlbəttə ki, qəza şəraiti daha çox olar. Çalışıram bir sürücü kimi ehtiyatla sürüm ki, qəza olmasın, qəza şəraiti daha az olsun. Fövqəladə Hallar Nazirliyi də vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Nasaz, qeyri-standart və ya kurslar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Natiq Çıraqzadə, Nuranə Tələt qızı, Əli Səmədov, Əl-Məmməd Nəbiyev, Elçin Quliyev, AzTV xəbər.